Yaxşı uşaqlar, cümlə nədir? Cümlə bitmiş bir fikri ifadə eləyən söz və ya söz birləşməsidir. Cümlə dedikdə nə nəzərdə tutulur? Bitmiş fikir. Bitmiş fikir ifadə edən söz və ya söz cümləsi cümlə adlanır. İfadə edən söz və ya söz birləşməsi. Biz sözdə keçmişik nədir? Söz birləşməsi də keçmişik nədir? Əgər bunlar birləşib və ya tək olaraq bir fikrin bitdiyini ifadə edirsə, biz ona cümlə deyirik. Məsələn, sadə bir nümunə deyək. Deyirik ki, yenə məktəb direktoru ya alma ağacı. Məktəb direktoru bir söz birləşməsidir. Amma heç bir bitmiş fikir ifadə etmir. Amma desək ki, bu məktəb direktorudur, özə burada vergül. Bu məktəb direktorudur. Artıq sən tamamilə başa düşürsən ki, qarşındakı sənin nə deyir? Kimisə göstərir və deyir, bu məktəb direktorudur. Amma məktəb direktoru deyəndə sən fikri tam anlamından başa düşənmirsən ki, məktəb direktoru yəni hökm və hərəkət bildirmir. Bildirən söz yoxdur. Cümlə ilə söz birləşməsinin və ya sözün əsas fərqi odur ki, cümlə tam olaraq bitmiş bir fikir ifadə edir. Aydındır. Daha sonra cümlə qrammatik əsas olur. Qrammatik əsas nədir? Cümlənin qrammatik əsası dedikdə, qrammatik əsas mübtəda və xəbərdir. Mübtəda, üstəgələk, xəbər. İkisinə birlikdə nə deyilir? Qrammatik əsas. Cümləni qurmaq üçün qrammatik əsasa ehtiyacımız var, sütuna ehtiyacımız var. Cümlənin əsas sütunu nədir? Mübtəda ilə xəbərdir. Ona görə də mübtəda ilə xəbərə ikisinə birlikdə nə deyirik? Qrammatik əsas deyirik. Qrammatik əsas mübtəda və xəbərdir. Bunlar həm də cümlənin baş üzvləri olacaq. Bugün oxuyacaqsınız. Baş üzvləridir. Deməli, mübtəda ilə xəbər ikisi birlikdə həm cümlənin qrammatik əsası sütunu sayılır, həm də cümlənin baş üzvləri sayılır. Aydındır? Cümlə bir sözdən də ibarət ola bilər. Məsələn, axşamdır, gecdir, tezdir. Burada vergül qoydum, amma nöqtə qoyulmalıdır. Axşamdır, gecdir. Bunlar cümlələrdir və bitmiş, tam olaraq bitmiş bir fikir ifadə edir. Məsəl üçün, kimsə içəri girir, deyir, axşamdır. Və yaxud da kimsə sinifə girir, deyir, gecdir. Sən bunu tam olaraq qavrayırsan. Deməli, cümlə bir sözdən də ibarət ola bilər. Bir sözdən ibarət ola bilir. İbarət ola bilər. Daha sonra, cümlə quruluşca sadə və mürəkkəb olur. Əgər cümlədə bir qrammatik əsas varsa, bir qrammatik əsas dedik nədir? Mübtəda və xəbər. Əgər cümlədə bir qrammatik əsas, yəni bir mübtəda və bir xəbər varsa, bu cümlə sadə cümlədir. Bunu geniş keçəcək mürəkkəb cümlədə. Sadəcə indidən məlumatda olun. İki qrammatik əsas olan cümlə mürəkkəb cümlədir. İki qrammatik əsas deyəndə nə nəzərdə tutulur Ceyhun? Hə? Qrammatik əsas nə idi? Mübtəda, xəbər. İki qrammatik əsas nədir? İki mübtəda, iki xəbər. Deməli, bir qrammatik əsas, yəni bir mübtəda, üstəgəl bir xəbər sadə cümləni yaradır. İki qrammatik əsas, yəni iki mübtəda, üstəgəl iki xəbər nəyi yaradır? Mürəkkəb cümləni yaradır. Bunu təkrar eləmək. Daha geniş keçəcək, amma indidən bilin. İki qrammatik əsaslı cümləyə mürəkkəb cümlə deyək. Başqa nə deyək? Bir də onu deyə bilərik ki, uşaqlar, cümlənin müxtəsəri və genişi olur. Müxtəsər cümlə nədir? Müxtəsər cümlə odur ki, cümlədə yalnız ya mübtəda var, ya xəbər var, ya da ikisi birlikdə var. Cümlədə yalnız mübtəda. Qısa cümlə. Bəli, və ya xəbər olur. Mübtəda və yox, və ya yox, və. Mübtəda və xəbər olur. Ay, sağ ol. Məsəl üçün, müəllim danışır. Bu müxtəsər cümlədir. Çünki tərkibi yalnız mübtəda və xəbərdən ibarətdir. Və yaxud da eşidir. Tək xəbərdən ibarətdir. Eşidir. Nə bilim, yazır. Bunlar müxtəsər cümlələrdir. Müxtəsər cümlə necə cümlələrdir? Yalnız mübtəda və xəbər olur və yaxud yalnız xəbər olur. Yəni, təyin, tamamlıq, zərflik olmur. Gəl yazaq Allah xətrinə. Təyin, tamamlıq və zərflik nə olmur? Olmur.
İndi geniş cümlələrimiz necə olacaq? Geniş cümlələrimizdə bax bu üçündən hər hansısa biri və yaxud hər ikisi və yaxud hər üçü olduqda geniş cümlə olacaq. Deməli, tərkibində, əgər cümlənin tərkibində təyin, tamamlıq, zərflik varsa, zərflik yazmadım, zərflik varsa bu cümlə nə deyəcəyik? Geniş cümlə deyəcək. Fərqi yoxdur, bunların biri var və hər üçü var. Bir dənəsi belə olsa, bəs eləyir onun geniş olmağını. Aydındır? Zərflik varsa, cümlə geniş cümlədir. Cümlə genişdir. Məsəl üçün, elə bir cümlə yazaq ki, yalnız bir dənə təyin artıraq. Burada yazmışıq ki, müəllim danışır. İndi gəl o cümləni geniş cümlə eləyək. Müəllimin qabağına bir dənə təyin artıraq. Məsəl üçün, səlist müəllim, səlist danışıq olar. Deyək ki, təcrübəli müəllim, müəllimin qabağına danışır. Bu necə cümlədir? Artıq geniş cümlə oldu. Hardan bilirik? Danışır xəbərdir, müəllim mübtədadır, təcrübəli təyindir. Yəni, burada bir dənə də olsun, ikinci dərəcəli üzv olanda cümlə necə cümlə olur? Geniş. İndi bir dənə zərfliyi artıraq. Məsəl üçün, müəllim səhər tezdən danışır. Məni kimi, kirimək bilmir. Səhər tezdən danışır. Bax, burada zərflik var, özü zaman zərflik. Keçməmişə keçəcək. Danışır. Kim? Müəllim. Nə vaxt danışır? Səhər tezdən danışır. Yəni, təyin də olsa, zərflik də olsa, lap tamamlıq, müəllim mövzunu danışır, müəllim dərsi danışır da tamamlıq olacaqdır. Üçündən biri və yaxud hər üçü eyni anda fərqi yoxdur. Ən azı biri cümlədə iştirak eləyirsə, həmin cümlə geniş cümlədir. Bu ikinci dərəcəli üzvlər, təyin, tamamlıq, zərflik, heç biri yoxdursa, yalnız mübtəda və xəbər varsa, müxtəsər cümlədir. Bəs hansı cümlə sadə cümlədir? Bir qrammatik əsaslı cümlə, yəni bir mübtəda, bir xəbər olan cümlə sadə cümlədir. Hansı cümlə mürəkkəb cümlədir? 2 qrammatik əsaslı ya da 2 mübtəda, 2 xəbərli cümlə mürəkkəb cümlədir. Başa düşdük? Deməli, cümlə nədir uşaqlar? Bitmiş bir fikri ifadə eləyən söz və ya söz birləşməsinə cümlə deyilir. Cümlə bir dənə sözdən də ibarət ola bilər. Cümlənin əsasını nə təşkil edir? Qrammatik əsas. Qrammatik əsas nədir? Mübtəda və xəbərdir. Bir qrammatik əsaslı cümlə sadə cümlədir, 2 qrammatik əsaslı cümlə mürəkkəb cümlədir. Əlavə olaraq müxtəsər və geniş cümlə anlayışları var. Müxtəsər cümlə necə cümlədir? Yalnız mübtəda və xəbərdən ibarət olan cümlədir. Yəni, heç bir ikinci dərəcəli üzv, təyin, tamamlıq, zərflik iştirak eləmədiyi cümlədir. Geniş cümlə isə hər hansısa bir ikinci dərəcəli üzvün təyin, tamamlıq və zərfliyin iştirak etdiyi cümlədir. Aydın oldu? Deməli, bizim mübtəda və xəbərimizin bir dənə adı var idi. Cümlənin qrammatik əsası və baş üzvlər. Cümlənin baş üzvləri hansılardır? Mübtəda və xəbər. İndi cümlə üzvlərindən ümumi danışaq. Qırmızıya qoyun. Cümlə üzvləri. Cümlə üzvlərindən təşkil olunur. Cümlə üzvləri bir-birindən əlaqələnir və cümləni meydana gətirir. Cümlə üzvləri 2 yerə bölünür. Yuxarıdasında yazmışam. Baş üzvlər. Diqqətlə qulaq as. Bəli. Bir də ikinci dərəcəli üzvlər. Deməli, cümlə üzvləri neçə yerə bölündü? Ay, Habil. 2 yerə. Baş üzvlərə, bir də ikinci dərəcəli üzvlərə. Baş üzvlər də 2 yerə bölünür. Mübtəda xəbər. Birincisi mübtədadır. Heç bir cümlə üzvündən asıllıq yaratmayan yeganə cümlə üzvü mübtədadır. İkincisi xəbərdir. Bunların da arasında bir əlaqə var idi. Təzəcə keçmişik. Bəli, uzlaşma əlaqəsindən xəbər mübtədaya tabi olurdu. İkinci dərəcəli üzvlərimiz 3 dənədir. Tamamlıq, təyin, zərflik. Bəli, tamamlıqdır birincisi. Daha doğrusu birincisi, ikincisi yoxdur. Tamamlıq, təyin. Üçüncü nədir? Zərflik, bəli. Bu günlər sizlə keçirik. Mübtəda ilə xəbər keçəcək. Mübtəda və xəbər keçəcək. Deməli, uşaqlar, başqa nə deyim? Başqa cümlə üzvlərindən heç bir şey. Keçirik mübtədaya. Mübtəda ən başlıca cümlə üzvü olub, heç bir cümlə üzvünə tabe olmadan təyini və xəbəri özünə tabe eləyən cümlənin baş üzvüdür.
Mübtəda cümlə haqqında danışılan şəxsi və yaxud əşyanı bildirir. Kimin haqqında danışılırsa və yaxud kim danışırsa, hərəkəti və ya hökmü kim icra edirsə, mübtəda həmin şəxsi bildirir. Məsəl üçün, bayaq yazdığımız cümlədə danışan kim idi? Müəllim idi. Hərəkəti kim icra edir? Müəllim. Deməli, mübtəda müəllimdir. Deməli, mübtədanın suallarına baxaq. Mübtəda. Mübtəda nəyi bildirir? Qoy onu yazaq daha aydın olsun. Mübtəda nəyi bildirir uşaqlar? Haqqında danışılan şəxsi və yaxud əşyanı. Haqqında danışılan, bu kitabda yazılandır. Mən əlavə olaraq yazıram ki, danışılan şəxsi və ya əşyanı bildirir. Mən əlavə olaraq bir dənə də cümlə yazıram. Deyirəm ki, cümlədəki hərəkətin və ya hökmün bağlı olduğu baş üzvdür. Yəni, hərəkəti ya icra edir, ya hərəkət yox, hökm var. Məsəl üçün, istidir, soyuqdur, genişdir, enlidir. Burada heç bir hərəkət yoxdur. Amma mübtəda haqqında hökm var. Hərəkətin və ya hökmün aid olduğu cümlə üzvüdür. Cümlədə hərəkətin və ya hökmün aid olduğu cümlə üzvüdür. Yəni, hərəkəti icra eləyəndir və hökm verilibdirsə, hərəkət yoxdursa, bayaq dediyim kimi enlidir, qaranlıqdır, istidir, işıqlıdır, bu tipli hökmlərdən ibarətsə, həmin hökmün birbaşa aid olduğu cümlə üzvüdür. Aydındır? Cümlə, Buruşqa niyə anormal yazır bilmirəm, üzvüdür. Qrammatik cəhətdən ən müstəqil cümlə üzvüdür. Heç nədən asılı deyil. Yazırıq ən müstəqil, dərsə qulaq as. Ən müstəqil cümlə üzvüdür. Nə deməkdir Aciyevin ən müstəqil cümlə üzvü? Müstəqildir. Nə tər yəni müstəqil? Ən müstəqildir. Yəni, heç bir cümlə üzvünə tabi deyil. Ən müstəqil cümlə üzvüdür. Təyinlə hansı əlaqədə olacaq? Təzə keçmişik. Təyinlə yanaşma, xəbərlə uzlaşma əlaqəsindədir. Xəbərlə uzlaşma əlaqələrini daşıyır. Tamamlıq və zərfliklə əlaqələnmir. Bunu sizə keçən səfər yazmışdım. Əlaqəsindədir. Tamamlıq və zərfliklə isə heç bir zaman əlaqə yaratmır. Yazırıq. Tamamlıq. Zərfliklə əlaqələnmir. Əlaqələndiyi hansı üzvlərdir? Təyin və xəbərdir. Nə ilə əlaqələnmədir? Tamamlıq və zərfliklə əlaqələnmir. Hər şeyi yazdıq, sualı yazmadıq. Mübtədanın sualları, bəli, adlı xal. Kim, nə, hara. Mübtəda bunlardan başqa suala cavab vermir. Mübtəda cümlədə kim, nə, hara suallarından birinə cavab verir uşaqlar. Yəni, adlı halda olur. Qoy altından da yazaq. Hansı halda? Adlıq halda olur. Adlıq halda olur. Başqa nə deyək? Başqa deyə bilərik ki, quruluşca sadə və mürəkkəb olur. Quruluşca sadə və mürəkkəb olur. Qoy yazaq. Quruluşca sadə və mürəkkəb olur. Sadə mübtəda nədir? Qoy deyək. Sadə mübtəda sözlə ifadə olunan mübtədadır. Sözlə ifadə olunan mübtədadır. Yəni, bir sözlə. Söz birləşməsindən ifadə olunan mübtəda mürəkkəb mübtədadır. Məsəl üçün deyirəm ki, atam indi uzaq yol çıxacaq. Uzaq yola çıxır. Bax, yola çıxır kim? Atam. Neçə dənə sözdür? Bir dənə. Deməli, bu necə mübtədadır? Sadə. Bəs desəm ki, atamın maşını indicə ustadan gəlib, indicə təmirdən çıxıb. Bax, çıxıb nədən, hardan? Təmirdən. Düzdürmü? Daha doğrusu tamamlıq idi. Nədən? Təmirdən. Nə çıxıb? Atamın maşını. Necə mübtədadır? Mürəkkəbdir. Niyə mürəkkəbdir? Çünki söz birləşməsidir.
Bir sözdən ibarət olanda sadə mübtədadır. İki sözdən, yəni söz birləşməsindən ibarət olan mübtəda necə mübtədadır? Mürəkkəb mübtədadır. Amma bəzən uşaqlar harda səhv edirlər? Mürəkkəb sözlərlə ifadə olunan mübtədaları, mürəkkəb sözlərimiz var, bizim defisdən yazılır, bitişik yazılır. Mürəkkəb sözlə ifadə olunan mübtədaları elə bilirlər ki, mürəkkəb mübtədadır. Məsələn, deyirəm, nə deyək? Bu da mürəkkəb söz deyil, mürəkkəb isim deyil. Və defislə yazılsın. Məsəl üçün, qohum qardaş. Gecə gündüz olar. Olar. Gecə gündüz bərabərləşir, martda bərabərləşir, olar. Qohum qardaş hamısı bizə yığılmışdı. Diqqətli ol burada. Çox uşaq burada qohum qardaşı mürəkkəb mübtəda götürür. Deyir, ay müəllim, burada deyir 2 dənə söz var axı. Qohum qardaş. Qulaq as. Diqqətli ol. Ayə. Qulaq as. Yığılmışdı. Kim? Qohum qardaş. Bax, kim sual çıxdı? Deməli, mübtəda budur. Uşaqlar deyir ki, ay müəllim, bu mürəkkəb mübtədadır. Axı, burada 2 dənə söz var. Qohumla qardaş, siz dediniz, axı, 2 dənə söz olanda mürəkkəb mübtəda olur. Mən dedim ki, söz birləşməsi olanda mürəkkəb mübtəda olur. Qoy yazım hətta. Söz birləşməsi olanda mürəkkəb mübtəda olur. Qohum qardaş söz birləşməsidir. Xeyr, mürəkkəb isimdir. Mürəkkəb isimdir. Yəni, əslində bu bir dənə mürəkkəb sözdür. Bir mürəkkəb sözdür, bax. Nə bax? Söz. Söz birləşməsi deyil. Mürəkkəb söz də olsa, düzəltmə söz də olsa, sadə söz də olsa, heç nə dəyişmir. Bu mürəkkəb söz isə deməli necə? Sadə mübtədadır. Əgər ayrı yazılsaydı, söz birləşməsi olardı və o zaman mürəkkəb mübtəda götürərdin. Bu defislə yazılıbdır deyə. Sözdür, amma necə sözdür? Mürəkkəb. Mürəkkəb söz başqa şeydir. Söz birləşməsi başqa şeydir. Məsəl üçün, istiot. İstiot mürəkkəb sözdür. Amma söz birləşməsi deyil. Çünki bir dənə söz sayılır. Aydındır nə deyirəm? Və yaxud da deyirəm ki, həyət baca. Həyət defis baca. Həyət baca təmizləndi. Bəli, bu mürəkkəb sözdür, amma mürəkkəb mübtəda deyil. Mürəkkəb mübtəda o zaman olur ki, söz birləşməsi olsun. Burada söz birləşməsi yoxdur, çünki defislə yazılıbdır. Böyük qırmızı hərflərlə yazıram. Mürəkkəb o zaman olur ki, mürəkkəb yalnız söz birləşməsi olanda olur. Aydın oldu? Diqqətli ol, buradan vura bilərlər sənin imtahanda. Birləşməsi olanda olur. Bunda nəzər yetirdiksə, keçirik o bu əvəzliklərindən sonra vergül qoyulma məsələsinə. Bir dənə qısaca yadımıza salırıq, bu dərs keçmişik. Keçməyənlər üçün. Bəli, keçmişsiniz, məncə bilirsiniz də. Özdə pis bilmirdiniz elə bir. O, bu, de görüm, ay, Ceyhun. Nə deyim? O, bu əvəzliklərində nə vaxt vergül qoyulur da? Kim sualına cavab verəndə? Ay, sağ ol. Bir də, özündən sonra? İsim. Aha. Say. Aha. Əvəzlik olmur. Əvəzlik olurdu hər zaman. Qısaca yazıram. O, bu əvəzliklərində o zaman vergül qoyulur ki, o zaman vergül qoyulur. Bax, yadında saxla. Baxın, səfər izah edirəm bu dərsi. Gedib evdə də açıb, o videosu var YouTube'da. Bir dəfə baxırsan. Vergül o zaman qoyulur ki, o, bu əvəzlikləri kim, yaxud nə sualına cavab verirlər, kim və yaxud nə sualına cavab verirlər, əlavə olaraq özlərindən sonra cavab, danışdığımı yazıram, cavab verirlər, əlavə olaraq, yəni ikinci şərt odur ki, özündən sonra nə gəlir? Necə saydıqlarınızı sayın? Özündən sonra nə gəlir? İsim, sifət, say, sonra fe'li sifət, sonra zərf olur, elə qəşəngdə olur ki, zərf qoşma olmur, bağlayıcı olmur, ədat olmur, modal söz, Fe'l olmur da. modal söz, xitab, bir də nida gəlməlidir. Bu dərsi deyirəm, təzədən açıb baxarsınız evdə.
Vergül qoyulması o zaman baş verir ki, kim nə sualına cavab verir, bu birinci qaydadır. Əlavə olaraq bundan əlavə özündən sonra isim, sifət, say, feili sifət, zərf, modal söz, xitab, nida gəlməlidir. Bu zaman sən vergül qoya bilərsən. Bəs nə zaman vergül qoymursan? İki qaydadan birini ödəməyəndə. Ay, sol dəniz. Vergül qoyulmur. Nə zaman? Bu qaydanın hər hansısa biri pozulur. Yəni, kim nə sualına cavab vermir, amma hansı sualına cavab verir? Hansı sualına cavab verirsə, ümumiyyətlə, vergül qoymursa da özündən sonra gələnə baxmağa ehtiyac yoxdur. Hansı sualına cavab verirsə, vergül qoyulmur. Bunu yaxşı bilirdin sən. Cavab versə, vergül qoyulmur. Burada artıq bir dənə qayda bəs eləyir vergülün qoyulmamasına. İkinciyə ehtiyac yoxdur. İkisindən biri olduğu halda ona görə burada xətt çəkirəm. İkisindən biri, burada isə plus qoyuram. Vergülün qoyulması üçün iki qaydanın ikisinə də ehtiyac var. Qoyulmaması üçün biri bəs eləyir. İkinci qayda odur ki, kim nə sualına cavab verir? Kim nə sualı var? Cavab verilir. Amma özündən sonra bunlar gəlmir. Yəni, qaydanı pozur. Sualına cavab verir, cavab verir. Amma özündən sonra nə gəlir? Yerdə qalanlar say. Feil, əvəzlik. Bəli, ən başlıca feil. Feil. İkinci, əvəzlik. Feili bağlamaq. Mən əvəzliklə razı deyiləm amma. İkinci, əvəzlik. Əvəzliklə yazacaqdım. Əvəzlik. 3, feili bağlama. 4 məstər. Feili bağlama. Məstər. Say. Məstər mühüm. 4, məstər. Sonra Qoşma. 5, qoşma. Bəli. Qoşma da orada deyildi. 6, bağlayıcı. Sonra Ədad. bir də Sərlər. bəli. Hamısı yoxdur. Məsələn, Felis və nida ilə başqa. modalı bura qoymuşuq. 7-də də nə? Ədat. Əgər kim nə sualına cavab verib özündən sonra feil, əvəzlik, feil bağlama, məstər, qoşma, bağlayıcı. Ədat gəldikdə də vergül qoyulmur. Məsəl üçün deyirəm ki, belə bir cümlə yazaq. Səbinə deyir. O da getmək istəyir. Səbinə vergül qoyum, qoymayım. Niyə? Mən özündən sonra da gəlir, Bu da nədir? ədat. Dana ilə səyyədat olardı. O dana getmək istəyir olur. Deməli nədir? Qoşma. Bağlayıcı. 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 Deməli vergül qoyulmur. Amma desəm ki, məsəl üçün, Cavab verirəm. desəm ki, bu qardaşımın dostudur. Fəridə. Burada qoyulur, Niyə? isim gəlir. Yenə birinci addımı yedik. Birinci adım sual verməkdir, o da kim sualına. Mən elə söz yazaram ki, özündən sonra isim gələr, amma orada vergül qoyulmaz. Deməli, birinci addımı yeyəndə o da sən qayıdıb yeyəcək. Məsəl üçün, deyirəm ki, bu kitab mənimdir. Al, Hansı kitab? özündən sonra isim gəl. Qoyarsan, Yox, hansı qaydanı pozur? hansı sualına? Onun sualına. Yəni, kim nə sualını yoxlamaq mütləqdir. Mənimdir, nə? Kitab, hansı kitab bu? Burada vergül qoyulmur, amma özündən sonra isim gəlir. Deməli, özündən sonra gələnə birinci baxmaq olmaz. Birinci sualını çıxartmaq lazımdır. Qardaşımın dostudur. Kim? Bu. Hə, kim sualına cavab verdi, ondan sonra özündən sonra gələnə baxıram. Kim? Qardaş gəl. Qardaş desinli, deməli, burada var, burada yoxdur. İkisindən də sonra isim gəlir. Amma burada qoyulur, burada qoyulmur. Deməli, birinci addımı yemək olmaz. Keçirik. Deməli, bunları dedim mən sizlə. Tabeli əlaqəsi baxımından xəbərlə hansı əlaqədə oldu? Uzlaşma. Təyinlə hansı əlaqədə oldu? Yanaşma. Mübtədəyə aid hökm və hərəkət xəbərdə öz əksini tapır. Mübtədə hansı şəxsdədirsə, xəbər də ona uyğun şəxs şəkilçisi qəbul etmək məcburiyyətindədir. Elə bu da uzlaşmanı yaradır. Yadınızdadır? Mübtəda işi görəni və ya haqqında danışılanı bildirir. Mübtəda əsas nitq hissələrindən, söz birləşmələrindən ifadə oluna bilər. Amma subyekt həmişə mübtəda deyil. Bunu biz hələ feilin məhsul növündə keçmişdik, danışmışdıq bu barədə. İndi mən sizə mübtədaları yazacağam və nə ilə ifadə olunduğunu deyəsiniz. Yaxşı? Dəniz, deyirsən ki, 1. Gümüş, gümüş. Bahalı metaldır. Mübtəda hansıdır və nə ilə ifadə olunur?
Metaldır, nə? Ay sağ ol. Metaldır. Nə? Gümüş. Gümüş. Ay sağ ol. Nəyə ifadə olunur? Gümüş. Necə sifət? Metalın adıdır, adı. Hər isimlə. İsimdir. Deməli, qulaq as. Gümüş isimdir. Nitq hissəsi olaraq və cümlə üzvü olaraq mübtədədir. Necə deyəsən? Gümüş isimlə ifadə olunan mübtədədir. Aydındır?